Salam hörmətli izləyicilər. Deməli qaldığımız yerdən davam edirik. Tək və cüt funksiyalar, artan və azalan, bir də dövrü funksiyaların test izahlarına baxaq. Keçək birinci suala. Deməli deyək ki, bütün ədəd oxumda azalan fx funksiyasının, deməli fx funksiyası bütün ədəd oxu üzərində azalandır. Azalandırsa, tutaq ki, x1 kiçikdir x2 olsa, o zaman fx1 böyüdür fx2 olmalıdır. Əncə bu nə deməkdir bu? Arqumentin böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğun gələrsə fx funksiyası yəni ki, böyük x çoxluğunda azalan olur, belə deyək. İndi arqumentin böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğun gəlməlidir. Ən kiçikdir. Deməli, ən böyük də burada f9-dur. Deməli, f9-da funksiyaya ən kiçik qiymət alınmalıdır. F1-də yox, 8, 4, 0-da yox. 9 burada ən böyük olduğu üçün arqumenti funksiyaya ən kiçik qiymət alır. Deməli, birinci sualın doğru cavabı olduğu B variantı. İndi baxırıq ikinci suala. Bütün ədəd oxunda artan fx funksiyası, bütün ədəd oxunda artan nə deməkdir? x1 kiçikdir x2 olsa, onda fx1 özü nə olmalıdır? fx2-dən kiçik olmalıdır. Yəni ki, arqumentin böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlir. Burada da ən böyük burada hansıdır? 8, 1, 5, 4, 9-da f9 ən böyük qiymətdir. Çünki x-in böyük qiymətinə funksiyanın da böyük qiymət uyğun gəlməlidir. İkinci sualda doğru cavabı olduğu Y variantı. Baxaq üçüncü suala. Deyir ki, hansı funksiya azalanmıdır? Baxırıq, hamısı xətti funksiyadır. Xətti funksiyada k-sı sıfırdan kiçik olan nə olurdu? Azalan olurdu. Deməli, D variantı bizim doğru cavabımızdır. Çünki k-sı mənfi 2-də 1-ə bərabərdir. Keçək dördüncü suala baxaq. Dördüncü sual deyir, hansı azalandır? Azalan olduğuna görə, bax, hamısı yenə xətti funksiyalardır. Hansının k-sı mənfidirsə, o azalan funksiyadır. K mənfi kökdə 3-dürsə, bu azalan funksiyadır. Dördüncü sualda da doğru cavab olar D variantı. Baxaq 5-ci suala. Funksiyalardan deyir, hansı nə təkdir, nə də cüt. Baxıram, fx bərabərdir x şərtinə. O zaman f mənfi x bərabərdir mənfi x. Bu nə oldu? Tək funksiya oldu. Bu getdi. Baxıram B variantına. B variantı olacaq cüt funksiya. Fx bərabərdir kök altı x minus x kvadrat minus 1. İndi f'in yerdə mənfi x yazsam bərabərdir. Mənfi x'in kvadratı yerdə müsbət x kvadratı minus 1. Bu oldu cüt funksiya. Sonra C variantına baxıram. Y bərabərdir x modul x. Hansı deyil, nə təkdir, nə də cüt. Yenə də fx-a baxıram. Mənfi x vır mənfi x'in modulu. Bu da mənfi x vır modul x. Bu da oldu tək funksiya. İndi baxaq D variantına. Fx bərabərdir kökün altında x minus 1'in kvadratına. İndi f mənfi x bərabərdir mənfi x minus 1'ə kvadrat. Mənfini də burada çöl atsam olur x plus 1'in kvadratı. Fikir verin, bu nə tək oldu, nə də cüt oldu. Deməli, 5-ci sualda doğru cavab oldu nə? D variantı. 6-cı suala baxaq. Funksiyaların hansı tək funksiyadır? X kvadrat cüt funksiyadır. Baxaq buna 6-cı suala. Y variantına. Y variantına bizə deyir ki, y bərabərdir x modul x. F mənfi x bərabərdir mənfi x vurası modul mənfi x. O da mənfi x modul x. Bunun özü fx-dir. Deməli, f mənfi x mənfi fx alınır. Deməli, bu nədir? Tək funksiyadır. 6-cı sualda da doğru cavab olsun Y variantı. Baxaq 7-ci sualımıza. Deməli, 7-ci sualda nə deyir bizə? Cüt funksiyadır. Modul x cüt funksiyadır. 7-ci sualda da şifahi sualdır. Doğru cavab oldu A variantı. 8-ci suala baxaq. Deyir, bütün ədəd oxunda azalandır. Qiymət də verib taxa bilərsiniz, fərqi yoxdur. Yazıram birincini, y bərabərdir mənfi 4x kub üzərinə gəlsin 5. Kub funksiyası qabağı mənfidirsə, bu azalan funksiyadır. Bütün ədəd oxu üzərində azalacaq. Deməli, 8-ci sualda da doğru cavab olar A variantı. 9-cu suala baxaq. 9-cu suallar şifahidir. Bütün ədəd oxu üzərində artanda kub funksiyadır. 9-da da olacaq A variantı. Yəni, buna qiymətlər də qoyub tapa bilərsiniz, fərqi yoxdur. 10-cu sualda nə deyir bizə? Deyir, qrafikləri verilmiş funksiyaların hansı tək funksiyadır?
Əvvəla tək funksiya, cüt funksiya nədir? Tək funksiyanın qrafiki koordinat başlanğıcı nəzərən, cüt funksiyanın qrafiki isə o-y oxu nəzərən simmetrik olur. Yəni, bunları bilmək lazımdır. İndi baxıram, tək funksiya nə dedik biz? Koordinat başlanğıcı. Koordinat başlanğıcı nəzərən O0-0 nəzərən simmetrik olan bax budur, C variantı. 10-cu sual oldu, C variantı. Baxaq 11-ci suala. 11-ci sualda deyir, hansı cüt funksiyadır? Cüt funksiya da o-y oxuna nəzərən simmetrik olur. Baxın buna, o-y oxu nəzərən simmetrikdir. Deməli, 11-ci sualda da doğru cavab C variantıdır. Baxıram 12-ci suala. Bütün ədəd oxunda artan. Artan funksiya demişdik ki, x1 kiçikdir x2, f(x1) kiçikdir f(x2) şərti ödənməlidir artan funksiyalarda. Deyir, qiyməti hansı ən böyükdür? Artandırsa, funksiyanın böyük qiyməti, arqumentin böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlməlidir. Burada da baxaq, ən böyük hansıdır? Ən böyük 3/8-dir də. 12-ci sualda doğru cavab olar B variantı. 3/8-in qiymətinə ən böyükdə funksiya qiyməti burada alır. Baxaq, neçinci sual gəlir, 13-cü sual gəlir. Deməli, bütün ədəd oxunda azalan. Azalan dediyinə görə yenə də bu həmin şərt daxilində x1 kiçikdir x2 daxilində f(x1) böyük olmalı nədən? f(x2)dən. Bu bütün ədəd oxu üzərində azalan olur. Funksiyanın ən böyük qiymətinə arqumentin ən böyük qiyməti uyğun gəlməlidir. Deyir, hansı ən böyükdür? Ən kiçiyinə baxaq. Ən kiçiyi 13-cü sualda da 4-də yox, 2-də 1 yox, 3-də 7 yox, 1 yox. Ən kiçiyi 5-də 5-də 1. Ən kiçik qiymətinə, funksiyanın ən kiçik qiymətinə nə gəlməlidir? Arqumentin ən kiçik qiymətinə funksiyanın ən böyük qiyməti gəlməlidir. Belə deyək. Və bizə azalan şərti verilmişdir. Doğru cavab 13-də də oldu, C variantı. Keçək neçəyə? 14-cü sualımıza. Deməli, f(x) bərabərdir x üstündə 40. Funksiyası üçün hansı münasibət doğru deyil? Əvvəla cüt funksiyadır. Bunu qeyd edək. Cüt funksiyada f3 f0-dan böyükdür. Düzdür və artan funksiyadır. Sonra f-2 -3-dən kiçikdir, düzdür. Çünki cüt funksiyadır. Çünki bunu B variantında belə yaza bilərik. f2 kiçikdir f3. Artandır və cütdürsə bu şərt ödənə bilər. f2 də f3-dən kiçikdir, bu da düzdür. f-4 baxaq D variantına. f-4 kiçikdir f2-dən. O zaman f4 f2-dən burada kiçik ola bilməz. f4 f2-dən böyük olmalıydı. 14-cü sualda da doğru cavab D variantıdır. 15-ci suala baxırıq. Deməli, f(x) bərabərdir x üstündə 39. Tək funksiyadır. Deməli, nə deyir bizə? Hansı münasibət doğrudur? X üstü 39-da. f-2 f1-dən deyir böyükdür. f-2 dəyəri f1 dəyərindən böyükdür. Xeyr, bu ola bilməz. Nəyə görə? Üstü təkdir. -2-də bu mənfi alır, müsbət 1-də də müsbət qiymət alır. Müsbət mənfidən kiçik ola bilməz. Bu səhvdir. İndi baxıram nəyə? f-3 -2-dən böyükdür? Yox. Bu da səhvdir. Çünki bu mənfi qüvvətdir, bu da mənfi qüvvətdir. Gəlir -2 üstü 39, bu da -3 üstü 39. Sıfıra hansı yaxınsa o daha böyükdür. Yəni bu bundan kiçik ola bilməz. f-2 f-3-dən böyükdür. İndi baxıram nəyə? f5 f-5-dən böyükdür. Bax, doğru cavab 15-ci sualda C variantıdır. Çünki f-5-in dəyəri mənfi qiymət alır, 39 tək olduğuna görə qüvvət, f5-in dəyəri müsbət qiymət alır. Müsbət də mənfidən böyükdür. f4 f0-dan kiçik ola bilməz, böyükdür. f-3 f0-dan böyük ola bilməz, kiçikdir. Deməli, 15-ci sualda da doğru cavab oldu C variantı. Keçək növbəti sualımıza 16-cı suala. M parametrin hansı qiymətində funksiyası cüt funksiyadır. Yazıram f(x) bərabərdir 3 minus 2x kvadrat çox 4mx üzərinə gəlsin 4m. Deyək, cüt funksiya olsun. Əvvəla sadələşdirək bunu. Yazıram f(x) bərabərdir 3-ün kvadratı 9 çıx 2 çım 6 6 çım 12 x üzərinə gəlsin 4x kvadrat çıx 4mx üzərinə gəlsin 4m. O da bərabərdir 4x kvadrat olduğu kimi qalsın təkdir. -12x çıx 4mx. Çıx
Belə də 4x-i çıxarsam mötərizə xaricinə olur m üzərinə gəlinsin 3. Minus 12 minus 4m. Aha. Plus 9 plus 4m də burada yazmaq olar. Yəni deyək ki, funksiya cüt funksiyadır. Bununla bu yerdə qalsa funksiya cüt funksiyalar. Deməli m plus 3 burada x-in olmalıdır, sıfıra çevrilməlidir. Deməli yazıram m plus 3 bərabərdir 0 olsa m bərabər neçə olar? -3. M-in -3 qiymətində funksiya cüt funksiya olar. 16-cı sual oldu Y variantı. Yəni cüt funksiya deməlidir ki, tutaq ki fx bərabərdir 4x kvadrat minus 6. Bax bu cüt funksiyadır. X-ə nə qoyursunuz qoyun müsbət qiymət alacaq. Buraya yazırıq cüt. Ona görə də burada x iştirak edə bilməz. O da aradan qaldırmaq üçün m plus 3-ü sıfıra bərabər etməli idik. Deməli keçək növbəti suala 17-ci sualımıza. 17-ci sualda bizə nə deyir? M parametrin hansı qiymətdə funksiyası cüt funksiyadır. Yazıram fx bərabərdir. Deməli 2 minus x-in kvadratı minus mx üstə gəlsin 3m. Əvvəla bunu sadələşdirək. 2-nin kvadratı 4 çıxılsın 4m yox x üzərinə gəlsin x kvadratı minus mx üzərinə gəlsin 3m var. O da bərabərdir. X kvadratın olduğu kimi yazdım. Çıx 4m x-dan, çıx mx-dan x-i çıxartdım. Mənfi x-i çıxartdıq. Olur m plus 4 plus 3m plus 4. Cüt funksiya olması üçün x kvadrat qalsın, 3m plus 4 qalsın. Deməli, bu x burada qala bilməz. Ona görə də m plus 4 özü nə olmalıdır? Yəni ki, funksiya belə deyək. Fx bərabərdir x kvadrat üstə 3m üstə yəni 4 şəklində olmalıdır. X qalmaması üçün m plus 4-ü nəyə bərabər edirəm? M plus 4 0 olsa m bərabərdir -4 qiymətin alar. 17-ci sualda da doğru cavab olar A variantı. Baxaq 18-ci suala. Deyir A-nın hansı qiymətində əvvəla funksiyanı yazaq. Fx bərabərdir. A minus 3x-in kubu üzərinə gəlinsə modulda A minus 3 x kvadrat üzərinə gəlinsin ax üzərinə gəlinsin a üzərinə gəlinsin 3. Deyir funksiya tək funksiya olsun. Tək funksiya olması üçün x kub qalmalıdır. Bir də bunlar da qalsın. Onda x kvadrat, fikir verin bura. Əmsalı nə olmalıdır? Bax, bu əmsal 0 olmalıdır. Yəni ki, modulda a minus 3 bərabərdə 0 olsa, modulda a 3 olacaq. Deməli, a bir dəfə 3 ola bilər, a da bir dəfə -3 ola bilər. İndi a-nın 3 qiyməti, burada a minus 3 var. Ha. Onu 0-dan fərqli götürək, a da fərqli 3 olsun. Deməli, a 3-dən fərqlisə bu ola bilməz. A -3 dəyərində funksiya tək funksiya olacaq. Yəni ki, fx bərabərdir. A-nın yerinə -3 qoyanda -6x-in kubu. -3 olanda bu 0 edir. Minus 3x. Deməli, -3 üstə 3-də 0 edəcəkdir. Bax, bu funksiyanı gətirib yerinə f-x yazaq. F-x bərabərdir. Belə deyək, -6 -x-in kubu çıx 3 vurasın -x bərabərdir. Müsbət 6x kub plus 3x. Burada mənfini çıxarsam mötərizə xaricinə olur -6x-in kubu minus 3x. F-x -fx şərtin ödəyirsə, onda bu funksiya tək funksiya olacaq. Bizə şərtdə tək funksiya soruşurdu. A-nın hansı qiymətində? A-nın -3 qiymətində. Deməli, burada 18-ci sualda doğru cavab nə oldu? Doğru cavabımız oldu B variantı. Baxaq 19-cu sualımıza. Deməli, deyir ki, y bərabərdir fx funksiyası təkdir. Y bərabərdir fx funksiyası təkdir və 0 müsbət sonsuzluqda, yazıram 0 müsbət sonsuzluqda artır. Bu artan funksiyadır. Və bizdən soruşur fx böyükdür, bərabərdir f10 olarsa bərabərsizliyi həll edin. Baxaq. Əvvəla deyir ki, tək funksiyadır. Yazaq bura tək funksiyadır.
Tək funksiyadırsa, məsələn, belə bir qrafikə baxaq. Tək funksiyanın da qrafiki koordinat başlanğıcı nəzərən simmetrikdir. Məsələn, tutaq ki, 10 bura olsa, buradan göstərək səliqəli. F10 dəyəri bura olar da. Yazıram bura F10. İndi bizə nə deyir? 10-dan böyük dəyərlər. Deyir, f(x) f10-dan böyük dəyərlər olsun. Baxıram 0 müsbət olsun, onsuz da bu artan funksiyadır. Verin bura. İndi 10-dan böyük dəyərlərə baxsam, 10-dan böyük dəyərlərə bax, bura düşür də. Nəyə görə? Çünki buradan bir qiymət versəm daha böyük yer. Buradan bir qiymət versəm, çünki artan funksiya daha böyük yer. İndi bizə də x 10-dan böyük dəyərlər 10-dan hara düşməlidir? X böyükdür, bərabərdir 10. X da daxildir. 10 daxildə 10-dan hara kimi? Müsbət sonsuzluğa kimi. Deməli, 19-cu sualda da doğru cavab oldu D variantı. Keçək növbəti suala. 20-ci suala baxaq. Deyir, f(x) funksiyası təkdir. F(x) funksiyası təkdir. Yazaq, y bərabərdir f(x) funksiyamız olsun. Bir də deyir, 0 müsbət sonsuzluqda deyir, nə varır bu? Azalır. Aha. f(x) kiçikdir bərabərdir f7 olarsa, yazıram f(x) kiçikdir bərabərdir f7 olarsa, bir bərabərsliyi həll edin. Əvvəla yenə də bunu qrafik formada göstərək. Mənə nə lazımdır 20-ci sualda? Azalan funksiya olsun, bir də tək funksiya olsun. Bax, azalan funksiya, tək funksiyanın qrafiki belə göstərmək olar. Koordinat başlanğıcı belə simmetrikdir. Tək funksiya bunu da belə göstərmək olar. İndi f7 nədir? f(x)dan kiçikdir. Tutaq ki, bura bir 7 dəyəri olsa, fikir verin, bura f7 dəyərimiz də buradır. Deyir, f(x) f7-dən kiçik olsun. 0 müsbət sonsuzluğunda azalandır, bu heç azalır. Bir də tək funksiya, tək funksiyanın da qrafikini çəkdiyi göstərdik. f(x) f7-dən kiçikdir. f7-dən kiçiklər hansılardır? Baxın, bura f7-dir. f7-dən kiçiklər, fikir verin, bura f7-nin aşağı hissətdə. Ona görə də, bax, burada da 7-dən hara götürməliyəm mən? 7-dən sağ tərəfə götürməliyəm. Yəni ki, x böyükdür, bərabərdir 7. Çünki, məsələn, tutaq ki, 8 verəndə bura, baxın, f7-dən kiçik dəyər alınır, baxın, mənfi hissədə. f7-dən kiçik dəyərlər, bax, üzü buradadır. Deməli, 7-dən də mən hara götürməliyəm? Müsbət sonsuzluğa götürməliyəm. Yəni, x böyükdür, bərabərdir 7-də. X də daxildir. 7-dən hara kimi? Müsbət sonsuzluğa kimi. 20-ci sualda doğru cavab oldu Y variantı. Baxıram 21-ci sualımıza. Deməli, 21-də nə deyir bizə? f(x) funksiyası cütdür. Yazıram, y bərabərdir. f(x) funksiyası cütdür. 0 müsbət sonsuzluğumda deyir, nə varsın bu? Azalan olsun. f(x) kiçikdir, bərabərdir. f6 dəyərlərin deyir, bərabərsliyi həll edin. Əvvəla qrafik seçək yenə. X-y koordinat sistemimiz olsun. Bizə deyir ki, f(x) cütdür. 21-dir, hə. f(x) cüt olsun, amma 0 müsbət sonsuz aralığında azalan olsun. Deməli, 0 müsbət sonsuzda azalan deyirsə, bax, bunu bu formada qrafik göstərdim. İndi davam edək. Deyir ki, f(x) f6-dan kiçikdir. Baxıram 6 dəyərinə. Onda bura necə olacaq? f6. Yazdım bura f6. f(x) f6-dan kiçikdir. Baxıram. f(x) f6-dan nə vaxt kiçik olur? Təbii ki, 6-dan böyük qiymətlərdə. Fikir verin, bu 6-dan böyük qiymətlərdə mən funksiyanın yerinə yazsam, f6-dan nə olur? f(x)'in özü f6-dan neçə olacaq? Kiçik olacaq. Deməli, burada 6-dan hara kimi götürməliyəm? Müsbət sonsuzluğa kimi. İndi bir şey də yaddan çıxarmayaq ki, cüt funksiya deyir də bizə. Cüt funksiyanın da qrafiki o-y oxuna nəzərən simmetrikdir. Onda bunda bu formada çəkmək olar. İndi yenə də -6 qiymətinə baxsam, daha doğrusu bunu biraz səliqəli yazaq. -6 qiymətinə baxsam, f6-dan nə vaxt kiçik olacaq? -6-dan üzü sol tərəfə. Yəni, mənfi sonsuzluğa. Bu formada davam eləsə, nə olacaq?
F6'dan neynəcək? Kiçik olacaq da belə də. F6'dan böyüklər onsuz zaten burada. F6'dan kiçiklər isə F6'dan aşağıda yerləşənlərdir. Mənfisi də yerləşənlər. F6'dan kiçiklər də mən üzü müsbət sonuca gəlsəm, məsələn tutaq ki 7 dəyərimiz gəlib, məsələn F7 burada olacaq. Böyüklər isə də ana buranı götürəcəkdik. Deməli, mənfi sonsuzluqdan hara kimi? Mənfi 6-ya qədər birləşmə 6-dan hara kimi bəs? 6-da müsbət sonsuzluğa doğru. 21 də oldu doğru cavab C variantı. Keçək növbəti suala. 22 də bunun eynisidir. Özünüz yazarsınız. Baxırıq 23-cü suala. 23-də görə nədir? Deyirik bərabərdir. Fx funksiyası bütün ələ doxuna təyin olunmuş kəsilməz və tək funksiyadır. Yazıram tək funksiyadır. 0,6 parçasında yazıram 0,6 parçasında ekstremum nöqtələri 1, 3, 5'dir. Yazıram 1, 3, 5'dir. Y maksimum. Deməli maksimum qiymət bərabərdir. F1-də 7 alıb. Sonra F3'də 4 alıb. Bir də nə verib bizə? Bir də Y maksimum F5'də neçə alıb? F5'də alıb 9. Olarsa mənfi 6, 6 parçasında deyir ki, mənfi 6, 6 parçasında minimum qiymətlər. Minimum qiymətlər deyil, cəmini tapın. Qrafiklə həll edək. Baxıram funksiya 1-də neçə alıb? 1-də alıb 7. Bax, yazın bura 1-də. Funksiya neçə alıb? Funksiya olub 7. 1 dəyərində. İndi səliqəli göstərək. Sonra F3'də alıb 4. Bu da 3'də funksiya neçə alıb? Funksiya 4 qiymətini alıb. Sonra bir də maksimum 5'də 9 alıb. Bax, burada 5'də funksiya neçə alıb? Bax, funksiya da burada 9 qiymətini alıb. İndi bizə mənfi 6, 6 parçasından soruşurdu. Əvvəla baxıram. Maksimum qiymət 1'də maksimum alıbsa, o zaman funksiya bax, burada max eləyib də maksimum qiymət alıb. Bax, bu nöqtə maksimum nöqtəsi kimi dəyərləndirəcəm. Sonra 3'də neyniyib? 3'də yox, 5'də maksimum göstərir. 5'də də funksiya tutaq ki, bax bu formada 5'də maksimum qiymət göstərib. Bax buradır. İndi sonra nə deyir bizə? F3'də də 4'dür. Yəni ki, bu da maksimum verib də bizə. Ekstrem nöqtələri 1, 3, 5'dir deyir. Sonra nə edə bilərik? Bu qrafikdə gəlir. Belə deyək də buradan biraz səliqəli göstərək. Bu formada davam edəcək. Bunun kəsilməz funksiyadan da görə. Bir də şərtdə bizə verim ki, tək funksiyadır. Tək funksiya koordinat başlanğıcı nəzərən simmetrikdir. Əgər F1'də 7 dəyərini alıbsa, F -1'də -7 dəyərini almalıdır. Bax, yazıram bura -7'də. Daha sonra 3'də neçə alıb? Bəs 3'də 4 qiyməti. Yəni ki, -3'də neçə almalıdır? Fikir verin bura. -4 almalıdır. Yazıram bura neçə? -4. İndi F5'də, indi baxıram bura -5'də. 5'də 9 alıbsa, -5'də də neçə alıb? -9 alıb. Yazdım bura. İndi bunu davam etdirək. Tək funksiyadır. Koordinat başlanğıcı nəzərən simmetrikdir. Buradan gələcək, maksimum eləyəcək. Sonra -3'də burada eynisi simmetriyasını bura çəkirik. Sonra gəlir bura. Bax, bu formada davam edəcək. Çünki kəsilməz funksiyadır. Bax, bu nöqtələri sonra araşdıracağıq biz. İndi bizə nə istəyir? Minimum qiymətlər cəmi. Minimum qiymətlər cəmi hansılardır? Bax, fikir verin. Burada minimum edib. Minimum nöqtəsi demir, minimum qiymətdir. Bax, qiymət götürəndə -9. Bu biri. Sonra minimum hadidir. Bu da maksimum edib. Minimum da burada edib. -1'də -7 olub minimum qiymət. Bu da biri. Bir də 3'də fikir verin, bunlar maksimum eləyib burada. Amma 3'də
4'e bərabər olan minimum qiymətini alıb. Bir də 4'ümüz var burada. Yəni, bunların nəyini istəyir? Minimum qiymətləri cəmi. Yazıram -9 minus 7 plus 4. -16 üstə 4 -12 doğru cavabımız edər. 23-cü sualda da doğru cavab neçə olur? A variantı olur. Keçək növbəti sualımıza. Sual nömrə 24. Fx bərabərdir yazıram. Fx bərabərdir. 24'ə baxırıq. Deməli, px plus 1 yazıram. Px plus 1 2x üstə q üzərinə gəlsin. Neçə verib? 4 verib. Funksiyası tək funksiya olarsa p üzərinə gəlsin q üzərinə gəlsin pq qiymətini, ifadəsini deyək qiymətini tapın. Əvvəla funksiya deyil nədir? Tək funksiyadır. Gəlin mötərizəni vurub açalım. Bərabərlik yazıram. Px-i 2x-a vuranda 2 px kvadrat. Px-i q-ya vuranda pqx. Sonra px'i 4'ə vuranda 4px alınıb. Sonra plus 2x var, plus q var, plus 4 var. Sadələşmə aparaq. 2px kvadrat. X'ları burada çıxarda bilərik mötərizə. Plus x'i çıxartdım mötərizə xaricində pq üzərinə gəlinsin 4p üzərinə gəlinsin 2. Plus q plus bir də nə var? 4 var. İndi bizə nə deyir ki? Deyir, bu ifadə tək funksiyadır. Tək funksiya olması üçün 2p nə olmalıdır? 2p 0'a bərabər olmalıdır. P'ni buradan taparam 0. Sonra bu ifadə yerində qala bilər də, belə deyək. Sonra deməli P 0 oldu. P'ni 0 tapdıq. Sonra bu tək funksiyanı bildirəcək bizə. Tək bu hasil. Bir də bu iki ifadə qalsaydı, əgər bu iki ifadə qalsaydı, bu cüt funksiyanı bilir. Onu da 2 plus 4 də 0'a çevirək. Q da bərabərdir -4 olsun. İndi bunu 0'a çevirə bilmərik bu ifadəni. Çünki x gəlsə bura təkliyi qalmayacaq. İndi bizə nə soruşur? Deyək ki, p üzərinə gəlsin, q üzərinə gəlsin, pq. P nəyə bərabərdir? P 0. Üzərinə gəlsin. Q -4, 1 üzərinə gəlsin. 0 vurur -4. Bunlar getdi, yerdə qalır cavab -4. 24-cü sual doğru cavab olar C variantı. Baxıram nəyə? 25-ci sualımıza. Fx funksiyası yazıram. -3 3 parçasında, -3 bu da 3 parçasında təyin olunmuş tək funksiyadır. Tək funksiya. Deyir f2 6 olarsa. Yazıram f2 bərabərdir 6'ya. Nə deyir tap? İfadənin qiymətini tap. Yazıram 7 aşağıdan yazaq. Mötərizə daxilində 7 f0 üzərinə gəlinsin 4'ə. Sonra vurulsun 5 f2 minus 4 f -2 4 f -2. Deyir bunu tapın. İndi burada nə edəcəm? -3 tək funksiyadırsa f0 qiyməti 0'a bərabərdir. Yazıram 7 vurasın 0. Üzərinə gəlsin 4. Vurasın. 5 f2. F2 dəyəri neçəyə bərabərdir? 6. Yəni ki 5 vurasın 6. Tək funksiyada bu mənfi qarşıya çıxa bilər. Plus f2 olur da bu. 4 f2 olur. Plus 4'ü f2'yə vuranda 6'ya vurarım. O da bərabərdir. 7 0 0. 4 vurasın 30. O da yazıram 30. O da 24. 54 vurulsun 4, 216, 216. Deməli, 25-ci sualda da doğru cavab neçə oldu? 216'ya bərabərdir. 25-ci suala baxaq. 25'də deyir ki, f2 6'ya bərabərdir. Bir hesabla. Deməli, biz 25'i yazdıq artıq biz. 25'dən sonra neçə var? 26.
Baxırıq neçəyə? 26-cı sualımıza. Yine f(x) funksiyası verilmə təyin olunmuş tək funksiyadır. f(3)5'e bərabərdir. Tək funksiya f(3) 5 olarsa deyir 4f(0) yazaq. 4f(0) üzərinə gəlinsin 5. 3f(3) minus 2f -3. Tək funksiya demir. Tək funksiyadırsa bu mənfini qarşıya çıxardıram. Bunu plus edirəm, bunu müsbət edirəm. Mesela sual həll olundu. f(0)da 0 dəyərini aldı. 5 vurasın 3f(3). f(3) dəyəri 5'e bərabərdir. 3'ə vursam edir 15. Önce burada 5 qoyuram, burada 5 qoyuram. 15 üstə yansın 2 5'im neçə edir 10. Bu edir 25 vurasın 5, o da neçə edər 125 edər. Deməli 26-cı sualda da doğru cavab 125'dir. Baxaq 27-ci suala. A parametrin hansı qiymətində funksiyası deyil cüt olsun. f(x) bərabərdir ax kvadrat üzərinə gəlinsin a minus 3x plus a. Bir funksiya cüt funksiyasının çox sadə bir sualdır. Cüt funksiyada yaradan bax bunlardır. Onda deməli bu x dəyişəni burada təkliyi bildirir. O zaman ilə a minus 3'ü 0'a bərabər, bu 0 olsa bu x burada aradan gedir. A da bərabərdir 3 qiymətində funksiya tək funksiya olacaq. Yəni daha doğrusu cüt funksiya olacaq. Deməli, baxaq 27-də yazdıq, 28. Deyir funksiya tək olsun. Baxaq 28'ə. Funksiya tək olması üçün fikir verin bura. A minus 4. Bu təkliyi bildirir, bu da təkliyi bildirir də. Deməli, A minus 4 nə olmalıdır özü? 0 olmalıdır ki, A bərabər 4 qiymətində funksiya tək olsun. Bu da cütlüyü bildirir. Cütlüyü burada aradan getməlidir. Deməli, A minus 4 özü 0 olmalıydı. 28'ə də doğru cavab 4'ə bərabərdir. Baxaq 29-cu sualımıza. f(x) funksiyası bütün ələ-dokuna təyin olunmuş əsas dövrü t bərabərdir 6 olan və cüt funksiyadır. Söhbət f(x)-dən gedir. f(2) 5'ə bərabərdir. Yazıram f(2) bərabərdir 5. f-3 bərabərdir 6'ya. Cüt funksiyadırsa elə f(3) dəyəri nəyə bərabərdir? Mənfi qarşıya çıxmır. f(3) dəyəri 6'ya bərabərdir. Bir ifadəsinin qiymətini deyir, tapın. Yazıram f-14 plus f-21 f-45 plus f-50. İndi baxıram burada. Bizə nə demişdi şərtdə? Bizə deyir ki, cüt funksiyadır və dövrü 6'ya. Cütdürsə bu mənfi qarşıya keçmir. Yazıram f-14 plus f-21 f-45 plus f bir də neçə verib 50 bərabərdir. Əsas dövrü nəyə bərabərdir? 6'ya deyir bərabər. Əsas dövrü 6'ya bərabərsə 14'ü bölərəm 6'ya. Deməli 14'ü böldüm 6'ya, qalıb neçə düşür? Qalıb 2 düşür. Deməli bu dəyər f2'yə bərabərdir. Üzərinə gəlinsin. 21'i böldüm 6'ya, qalıb neçə düşdü? 3 düşdü. Yazıram bura f3. 45'i böldüm 6'ya, qalıb neçə düşdü? 3 düşdü. Qalıb 3. 50'ni böldüm 6'ya, 8 dəfə düşür də, qalıb da burada 2 düşür. Plus f2 dəyəri. Bəs salam. f2 dəyəri nəyə bərabərdir? 5'ə. Plus f3 dəyəri nəyə bərabərdir? Bəs 6'ya. f3 dəyəri nəyə bərabərdir? Bəs burada minus verib bizə şərtdə. Şərtdə plus yox, artıq minus verib. Burada minus yazaq. Burada minus. f3 dəyəri nəyə bərabərdir? 6'dır. f2 dəyəri də minus 5'dir. 11 bölünsün 1. Doğru cavab neçə qalar? 11 qalar. 29-cu suala baxaq. Daha doğrusu 29'u yazıb 30-cu suala baxaq. f(x) bütün təyin olunmuş əsas dövrü 7'yə bərabərdir. Tək funksiyadır. Burada tək funksiya verir. Yəni cüt vermişim, tək verir. f1 7'yə bərabərdir. f2 nəyə bərabərdir? Bəs f2 9'a bərabərdir. f23 üstə yansın f15 vurulsun f30
bölünsün f58 üstə gəlinsin f-36 bir ifadəsinin qiymətini tapın. Bərabərdir, sadələşdirək. İndi baxıram burada. 23-ü bölürəm əsas dövrə. 23-ü böldüm 4-ə, qalıq neçə düşür? Qalıq 2. Deməli, f23 f2-yə bərabərdir. Yazıram aşağıda. f2-yə bərabərdir. Plus 15-i bölürəm 7-yə. Qalıq neçə düşür? Qalıq 1 dəfə düşür də. 2 7 14, 1 düşürsəm 15, bəli. Bu da nəyə bərabərdir? f1-ə bərabərdir. Burası. 30-u bölürəm neçəyə? 7-yə. 7 dəfə 4-ə 28 edir. Qalıq da burada neçə eləyəcək? 2 eləyəcək. Deməli, f2 də budur. Sonra 58-i böldük 7-yə. 7 dəfə yox, 8 dəfə. 7, 8-im 56. Burada qalıq 2 eləyəcək. Deməli, bu da f2 dəyəri bərabərdir. İndi gəldim f-36-ya. f-36 tək funksiyadır. Bu mənfi keçəcək qabağa. Olacaq minus f-36. Bunun qabağını f-36 yazacağım. Və mənfini qarşıya çevirəcəm burada. İndi 36-nı bölürəm 7-yə. Deməli, 4 dəfə, 5 dəfə düşür də. 5, 7, 35, 1 qalır. Burada da qalıq 1 qalmışdı. Onu da yazıram f1. İndi qiymətləri yazaq yerinə. f1 nəyə bərabərdir? f2 9-dur. Yazıram burada 9. Üzərinə gəlsin. f1 dəyəri. f1 dəyəri 7-yə bərabər. Yazım 7. f2 dəyəri 9-a bərabər. Yazım 9. f2 dəyəri 9-dur. f1 dəyəri də 7-dir. Bərabərdir. Deməli, 9-u çıxarsam 8 vurulsun. 9 bölünsün 2-yə. Bu da bərabərdir. Getdik ise 4 dəfə 9-a neçə qaldı? 36 qaldı. 30-cu sualda da doğru cavab 36-ya bərabərdir. 31. Bilin nə deyir 31-də? Deyir, k-nın neçə tam qiymətində funksiyası artan funksiya olsun deyir. Yazıram, y bərabərdir. 9 minus k kvadrat x kub. Funksiya artan funksiya. Artan funksiya olması üçün 9 minus x kvadrat sıfırdan nə olmalı idi? Böyük olmalıdır ki, artan funksiya olsun. O zaman x kvadrat kiçikdir 9 olsa x da daxildir. Mənfi 3 ilə 3 aralığında. K neçə tam qiymətində? K neçədən tam qiyməti var? Mənfi 2 var, mənfi 1 var, 0 var, 1, 2, mesela 1, 2, 3, 4, 5 dənə tam qiyməti var. 31-ci sualda da doğru cavab 5 olur. Çünki 3-dən 3'ü çıxdınız, mənfi 6, yəni daha doğrusu 6, altdan da 1 çıxdınız, qalır 5 dənə belə də tapmaq mümkündür. Baxırıq 32-ci suala, funksiya deyir, artan olsun. 32 də bunun eynisidir, özünüz evdə yazarsınız. Baxıram 33-ə. F(x) cüt funksiyadır. Yəni ki, f(x) yazıram burada. Cüt funksiya. G(x) nədir deyir? G(x) da olsun, ya tək funksiya. F(a) yazıram f(a). Üzərinə gəlsin f-1. Üzərinə gəlsin g(a). Bərabərdir 12 olarsa. Bir də verib f-a. Üzərinə gəlsin f(b). Üzərinə gəlsin g-a. 8-ə bərabərdir. F-a-nı bizdən soruşur. F-a nəyə bərabərdir? Bu da suala. F(x) cütdür. O zaman f(a) dəyəri. Bax, buna yazıram f(a). Mənfi qabağa keçmir. Üzərinə gəlsin f(b) olur. Cütdə axı f(x) ona görə. Plus g(a) dəyərimiz var. Bərabərdir olsun 12-yə. İndi eyni zamanda f(x) cütdür, mənfi qarşı keçməyəcək. Olacaq f(a) dəyəri. Üzərinə gəlsin f(b) dəyəri. Sonra bir də nə var burada? g-a. Fikir verin. G(x) təkdir axı. Onda bir dəqiqə 33'ə baxırıq biz. Burada minusdur. Biz burada plus yazmışıq. Burada minusdur. Onda burada da bir minus yazacağım da. G-a. G tək funksiya olduğuna görə bu mənfi qarşıya çıxarır. Minus g(a) olacaq. Bu da bərabərdir olsun 8.
Tərəf-tərəfə toplayır. FB-lər gedir. GA-lar gedir. Qalır 2 vurarsan FA dəyərimiz bərabərdir 20 olsa tərəf-tərəfə topladım. FA dəyəri nəyə bərabər olar? 22-yə bölərəm, qalar 10. 33-də də doğru cavab 10-a bərabərdir. Sonra 34-cü sualda eynisidir. Ev yoxdur, yazaq. Deməli, f(x) cüt verib. Yazıram FA. Bir də başa yazacaq. Cüt verdiyinə görə mənfi qarşı keçmir. Üzərinə gəlsin, olur FB. G təkdir, onsuz minus GA var. Bərabərdir 5 verib. İndi F cütdür. Qabağa mənfi keçmir. FA olur. Minus FB olur. Mənfi qarşıya keçir. G tək olduğuna görə. Bu mənfi nə olur? Müsbət. Yəni ki, müsbət GA. O da bərabərdir 9 verib, yazıram bura 9. Tərəf-tərəfə topladıq bunları. FA-lara da x desəm, ya bir 2x bərabərdir 14-dən x bərabərdir neçə qalar? 7 qalar. Deməli 34-cü sualda da doğru cavab 7-yə bərabərdir. Baxaq 35-ci sualımıza. Deyir ki, təyin olunmuş dövr 3-ə bərabərdir. T bərabərdir 3-dür, y bərabərdir f(x) funksiyasıdır. Bütün ədəxində təyin olunub. F1 4 olarsa, nəyə soruşur bizdən? 6f(7) dəyəri minus f-2 dəyəri. Təyin olunmuş dövrü bərabər olan funksiyadır. Bütün ədəxində təyin olunmuş dövrü 3-ə bərabər olan funksiyadır. F1 4 olarsa, bu ifadənin nəyin tap? Qiymətin tap. İndi burada nə edəcəm? Yazıram bərabərdir. 7-ni 3-ə bölərəm. Neçə qalır? 2/6 1 qalıq qalar. Deməli 6f1-ə bərabərdir. Minus 5 vurulsun f-2. F-2-nin üzərinə dövrün gələ bilərəm. O deyir 1. Deməli bu da f1-in özünə bərabərdir. 6f1-dən 5f1 çıxsam, qala bir dənə f1. Yəni ki, f1-in özü. Məsələn, f1-də neçəyə bərabərdir? 4-ə bərabərdir. 35-ci sualda da doğru cavab olar 4. İndi baxırıq 36-ya. F1 7-yə bərabərdir. Yazıram f1 bərabərdir 7-də. Sonra dövr nəyə bərabərdir? Bəs dövrdə 3-ə bərabərdir. Yazıram t bərabərdir 3-ə. 4f10. Yazıram 4f10 minus 3f mənfi 5. Dir ifadəsinin qiymətini tapın. Əvvəla baxıram. Onu 3-ə böləndə qalıb 1 qalar. Bu 4f1 deməkdir. Yazıram 4f1. Mənfi 5 üzərinə gəlsin 3. Eləyir neçə? Mənfi 2. Yenə üzərinə gəlsin 3 yazsam müsbət 1. Deməli bu da 1-ə bərabərdir. Minus 3f1 kimi yazıram bunda. 4f1-dən 3f1 çıxanda qalır təkcə f1. f1 dəyərdə bizə neçə verir? 7 verib. 36-cı sualda da doğru cavab 7-yə bərabərdir. İndi baxıram nəyə? 37-ci sualımıza. K-nın isə natural qiymətinə funksiyası azalan olsun. Yazıram y bərabərdir. K kvadrat minus 25 kök altında kx. Azalan olması üçün bax bura mənfi olmalıdır. Yazıram k kvadrat minus 25 kiçikdir 0. Mənfi 5 ilə 5 aralığıdır. Axı burada k mənfi qiymətlər ala bilməz. K mənfi qiymətlər ala bilmədiyi üçün də parça yazmayaq. O aralığa daxildir. Ona görə də bizə nə soruşurdu şərtdən? K-nın isə natural qiymətini soruşurdu. Ona görə də 1, 2, 3, bir də 4. 1, 2, 3, 4 dənə natural qiyməti var. 37-də. Nəyə görə? Çünki K da burada 0-dan böyük idi. Çünki kök altı ifadə heç vaxt mənfiyə bərabər ola bilməz. Cüt dərəcədən mənfiyə bərabər ola bilməz. 0 ilə mənfi 5 ilə 5-in kəsişməsinə baxsaydı, fikir verin bura. Bura 5 olsun. Bura mənfi 5 olsun, burada 0 olsun. Mənfi 5-dən 5-ə 0-dan müsbət sonsuzluğa 0-5 aralığı alınır. Orada 1, 2, 3, 4 ədədləri var. Natural ədədləri var daha doğrusu. Doğru cavab 37-də 4-ə bərabərdir.
38 de eynisidir. 38'e bakıram. K kvadrat minus 36 azalan olması için sıfırdan kiçik olmalıdır. Mənfi 6, 6 aralığına düşür. Ama K da sıfırdan böyükdür axı. Deməli bunu aldığımız 0,6 aralığıdır. Burada da 1 var, 2 var, 3 var, 4 var, bir de 5 var. 5 dənə natural ədəd var 38'də. İndi burada doğru cavab 5'e bərabərdir. 39'a baxaq. 38 yazıq. Misal nömrə 39. Əsas dövrü 7'ye bərabər olan yazalım. T bərabərdir olsun 7'ye bərabər. Y bərabərdir fx funksiyası verilib. Bütün ədəd oxunda təyin olunmuş tək funksiyadır. Yazıram bura tək funksiyadır. 2f11 çıxılsın f14 bölünsün f-4 f-4 plus nə verib ayrıldı? Plus 5 ifadəsini deyib qiymətini tapın. İndi bu sualda belə yazaq. Yazıram bərabərdir. Sadə suallardan biridir. Yazıram 2 f11'ə baxın. f11. 11'i 7'ye böləndə 4 qalır. Yazıram 4. Qalıb 4'də belə deyək. Və yaxud da bunu 7 dəfə artırıb azaldırmaq da mümkündür. 11'dən 7 çıxıram, qalır 4. Minus. 14'ü 7'ye böləndə qalır 0 qalır. F0 olur burada. Yəni 0 yazmaq olar. Daha sonra bizə şərtdə deyib ki, tək funksiyadır. Tək funksiya olduğu üçün mənfi çıxdı qabağa oldu f4. Və salam. Tək funksiyada f0 0'a bərabərdir. Bu məlum məsələ. Plus 5 də var, bunu unutmayaq. 2f4 bu 0'a getdi. Bu heç. 2f4 f4'dan da f4 gedir burada. Olur 2'ni mənfi 1'ə böləndə olur mənfi 2. Plus bir də nə var? 5 var. Doğru cavab neçə qalar? 3. 39-cu sualda da doğru cavab neçə olur? 3 olur. Baxıram 40-cı suala. Deməli 2f neçə verib? 14 minus f18 bölünsün f-5 plus 8 o da bərabərdir. Əsas dövr t9'a bərabərdir. T bərabərdir 9 olsun. 14'dən 9 çıxaram. Dövrü qədər azaltdım. Olur 2f5. Azaltmaq olar. Problem yoxdur. Yazıram 2f5. Minus f18. 18 t9 ilə 0 qalır da qalır. f0. Tək funksiyada, onsa tək funksiyada f0 0'a bərabərdir. Tək funksiya olduğu üçün mənfi keçdi qabağa. Mənfi f5. Plus bir də var? 8 var. Bu oldu 0. Bu getdi bu hissə. 2f5'i mənfi f5'ə böləndə. Bunlar da gedir axı. Qalır mənfi 2. Mənfi 2 plus 8 doğru cavab olar müsbət 6. 40-cı sualda da doğru cavabımız 6'ya bərabərdir. Baxaq 41-ci sualımıza. Fx tək funksiya. Yazıram fx tək funksiya. Gx verib bizə. Gx bərabərdir 3x kub üstə 2fx və f-2 nəyə bərabərdir? 4'ə. C2'ni tap. Yazıram C2 bərabərdir. 3 vurulsun 2'nin kubu. Üzərinə gəlsin 2f2. Fx tək olduğuna görə f-2 4'dürsə, onda f2 dəyərimiz nəyə bərabərdir bəs? Mənfi 4'ə bərabərdir. Çünki tək funksiyadır. Mənfi 2'si qabağa. Yazıram bərabərdir. 2'nin kubu 8, 3 8'im oldu 24. Üzərinə gəlsin 2f2 dəyəri mənfi 4'ə bərabər. Yazıram bura mənfi 4. Mənfi 4. O da bərabərdir. 24 çıxırsın 8. O da neçə edər? 16 edər. 41-ci sualda da doğru cavab 16'ya bərabərdir. Baxaq neçənci suala. Növbəti sual 42-ci sual gəlir. Deməli funksiyaların özünü yazaq. Əvvəla yazıram fx funksiyası bərabərdir a kvadrat minus 9 x kvadrat. Üzərinə gəlsin a kvadrat üstə 2a minus 8x
plus a plus 4. Aha. İndi baxıram. Sadələşdirmə bərabər bu funksiyada fx bərabər a kvadrat çıxı 9 yazıram a minus 3. Bir də a plus 3 şəklində. Vur üstə gəlinsin. Deməli, köklərin cəmi mənfi 2, hasılı mənfi 8 olsa, mənfi 4 ilə 2 olar. Yəni, x plus 4, yox, daha doğrusu a plus 4, yazıram a plus 4, vurasın a minus 2, x üzərinə gəlsin a plus 4 şəklində. Çünki bunlara əsasən, bir də burada x kvadrat var, bunu da yazaq. Bunlara əsasən variantları qruplaşdıracaq. Birincidə deyib ki, a bərabərdir mənfi 3. A bərabərdir mənfi 3. İkincidə nə deyir bizə? A bərabərdir mənfi 4. Üçüncüdə deyir ki, a bərabərdir 3 olarsa. Aha. Deməli, uyğunluğu deyir müəyyən edin. Baxıram 1-ə nə uyğun gələr. A bərabərdir mənfi 3 olduqda cüt funksiyadır. A mənfi 3 olanda, baxıram bura. Mənfi 3 olanda bu 0 edir. 0 etsə bura təkliyi göstərir. Olmaz. Bir A-ya uyğun deyil. Artan funksiyadır. A bərabərdir mənfi 3 olanda xeyr. A mənfi 3 olanda artan funksiya olmayacaq. Çünki burada 0 edir. Artanlıq burada qalmayacaq. Tək funksiyadır. A mənfi 3 olanda tək funksiyadır. Mənfi 3 olanda. A-nın yerə mənfi 3, burası 0 olur. A-nın yerə mənfi 3 qoysam, deyir 1, bu da mənfi 5, vur x, üzərinə gəlsin 1. Yazaq burada. A-nın yerində deməli mənfi 3 qoyuruq. Mənfi 3 qoyanda burası 0 edir. Sonra silərik. Mənfi 3 üstə 4, müsbət 1 vurulsun mənfi 5, vurulsun x, üzərinə gəlsin 1. Yəni, mənfi 5x üstə gəlsin 1. Tək funksiyadırsa, yox, tək funksiyada olmayacaq bu. Bu da getdi. Yəni ki, f mənfi x bərabərdir fx şərti orada ödəməyəcək. Mənfi fx şərti ödəməyəcək. İndi c də getdi buna uyğun. Azalan funksiyadır. A mənfi 3 olanda azalan funksiyadır. Həqiqətən də A mənfi 3 olanda burası 0 eləmişdi. Mənfi 3 olanda 1 vurulsun mənfi 5 x üzərinə gəlsin 1. K-sı mənfi olduğuna görə həqiqətən də azalan funksiyadır. Deməli 1-ə uyğun gələcək D variantı. Y variantına baxaq. Deyir ki, x bərabərdir 0 düz xətti qrafikin simmetriya oxudur. Simmetriya oxu da x bərabərdir 0 düz xətti xeyr, simmetriya oxu deyil. Çünki bununla bunu böləndə x0 bərabərdir mənfi 1 bölünsün 2 adı simmetriya oxu olmayacaq. 1-ə uyğun gəlib D variantı. İndi baxıram, deyir A bərabərdir mənfi 4 olanda. A mənfi 4 olduqda deyir bunu qruplaşdır. Əvvəla 1-ə D-ni sildim. 1-ə D getdi. İndi 2-yə baxaq. 2-yə nə uyğun gələ bilər? A-ya baxıram. Görək, cüt funksiya şərti ödəyəcək A mənfi 4 olanda. Mənfi 4 olanda mənfi 4, mənfi 3, mənfi 7 vurulsun, mənfi 4 üstə 3, mənfi 1. X kvadrat bu 0 edir, mənfi 4 bu da 0. Nə deyirdi bizə? Cüt funksiyadır. Həqiqətən də 7x kvadrat cüt funksiyadır. Bax, bu ödəyir. Deməli, 2-yə uyğun gələr A variantı. A variantı getdi. Artan funksiyadır. Mənfi 4 olanda artan funksiyadır mı? Bax, bu 0 eləyir. Bu 0 eləyir. Sonra, bu da mənfi 4-ün yerinə yazıq. Oldu mənfi 7, müsbət 7x kvadrat. Artan funksiyadır. Bir də mənfi 4-ü qoysam, burada 0 eləmiş olur. 1-ə B uyğun artan funksiya gəlməyəcək. Deməli, 7x kvadrat plus 0 şəklindədir. Bu ancaq 0 müsbət sonsuzluqda necə artan funksiya kimi göstərə bilərik. Deməli, buna da uyğun gəlmədi. İndi baxıram nəyə? Deməli, 1-ə A uyğun gəldi. Artan funksiya getdi. Sonra tək funksiyadır. 7x kvadrat tək funksiya deyil. Cüt funksiyadır. Olmaz. X bərabərdir 0 düz xətt qrafikinin simmetriya oxudur. Mənfi 4 olanda eləyir 7x kvadrat,
Mənfi 4 burası 0 olur. Burada 0 olur. Həqiqətində 0'ı mənfi 0 bölünsün 14 2 adını 0 simmetriya oxudur, düzdür. Deməli, Y variantı da neçəyə getdi? 2'yə uyğun gəldi. Bunları da silək buradan. Sonra nə qaldı? A bərabərdir 3 olanda. Deməli, A bərabərdir 3 olanda. İndi buna baxaq. Deməli, artan funksiyadır. Baxaq görək A 3 olanda artandır, yoxsa azalandır. A 3 olanda burası 0 olur. A 3 olanda 7 vurulsun 1 vur x. Bir də A 3 olanda olur 7. Həqiqətən də bu rəqəmsalı müsbətdir, artan funksiyadır. Deməli, B variantı uyğun gəldi. 3'ə də uyğun gəldi B variantı. Sonra tək funksiyadır. Xeyr, tək funksiya deyil. Vəssalam, başqa da heç birisi qalmadı. 1'ə D gəlir, 2'yə A ilə Y, 3'ə də B uyğun gəldi. Keçək növbəti suala. Sual nömrə 43. Gəlin bunu aşağıdan yazaq, yer çatsın deyə. Deməli, deyir, uyğunluğu deyir, müəyyən edin. Birincidə verib y bərabərdir, kök altı yox, x plus 3'ün kvadratı minus 2 şəklində. İkincidə verib x minus 3, y bərabərdir, x minus 3'ün kvadratı minus 2 şəklində. Üçüncüdə verib ki, y bərabərdir, mənfi x minus 3'ün kvadratı plus 2 şəklində. Təpə nöqtəsi, baxaq təpə nöqtələrine. Mənfi 3'ə, mənfi 2 buradır. 3'ə mənfi 2 buradır. Təpə nöqtəsi də 3'ə 2 buradır. Deyir, təpə nöqtəsi mənfi 3, mənfi 2'dir. Deməli, 1'ə uyğun gəldi nə? A variantı. 1 oldu A. Sonra nə gəlir? 3 müsbət sonsuzluqda artan funksiyadır. Həqiqətən də mənfi 3'dən gedir, 3 müsbət sonsuzluqda artırsa, 1'ə də B uyğun gələcək. 1'ə də A ilə B uyğun gəldi. Sonra nə deyir bizə? 1'ə başqa nəsə uyğun gəlmir burada. 3 müsbət sonsuzda azalır, 3 müsbət sonsuzluqda azalan nə olacaq burada? Baxaq bir dəqiqə. C görə hansına uyğun gəlir? Deməli, C uyğun gəlir. 3 müsbət sonsuzla azalan deyirsə, bax bura. Mənfi isə uyğun gəlməkdə. 3'ə uyğun gələcək C variantı. Sonra 3'ə uyğun nə gələcək? O qoxunu 0, mənfi 7. 0 versəm bura, müsbət 9, mənfi 9, üzəriniz 2, mənfi 7. 3'ə bir də Y variantı uyğun gələcək. Təpə nöqtəsidir 3 mənfi 2'dir. 3 mənfi 2, 2'yə uyğun gələcək D variantı. Vəssalam, başqa nəsə qaldı? Yox. 1'ə A ilə B uyğun gəlir, 2'yə D uyğun gəlir, 3'ə isə C ilə Y uyğun gəlir. Bunları qrafikini çəkib buradan aydın görə bilərsiniz. Keçək növbəti suala, 44-cü sualımıza. Demək, verib f(x) bərabərdir A kvadratı minus 16. X kvadrat üzərinə gəlinsin. A minus 3. X üzərinə gəlinsin. Yox, burada minus verib. Buraya yazalım minus. Plus A kvadrat minus A minus 12. Funksiyasının uyğunluğu deyir, müəyyən edin. Yazıram f(x) bərabərdir. Vurğuları ayıraq. A çox 4, A plus 4. X kvadrat. Minus A minus 3 x plus cəmi 1 eləsin hasılı mənfi 12, deməli mənfi 4 ilə, yox, müsbət 4 ilə mənfi 3. Cəmi də 1 eləyir də burada. Olur A plus 3, A minus 4'ə. Bu formada yazdım. İndi birinciyə baxıram, ikinciyə baxıram, bir də üçüncüyə baxıram. A bərabərdir mənfi 4'ü verib, A bərabərdir 3'ü verib, bir də A bərabərdir 4'ü verib. Deməli, 44-cü suala baxırıq da. Baxaq, adir A bərabərdir mənfi 4 olanda. Görək, mənfi 4 şərti harada ödəyir? Mənfi 4 olanda bura oldu 0. Mənfi 4 olanda mənfi 7, müsbət 7 qız. Mənfi 4 bura oldu 0. 7 qız şəklində funksiya alınır.
7x şəklində funksiya olacaq cüt funksiya deyil, amma artan funksiyadır. 1-ə uyğun gələr B variantı. Çünki k-sı 0-dan böyük idi. Bu getdi. Sonra A bərabərdir -4 olanda nə verir bizə? -4 yazaq, bura 0 eləyir. Bura 7x edir, burada 0 eləyir. Bax, bu formada bir funksiya. Fx 7x şəklində funksiyadır. Deyir, tək funksiyadır, həqiqətən də tək funksiyadır. Deməli, 1-ə uyğun gələcək nə ilə nə? A bərabərdir artan funksiya oldu. Daha doğrusu yox. Bir dəqiqə. -4 olanda. Burada -4 üstə 3 eləyir -1. Bu da eləyir -8, müsbət 8. Yəni ki, 7x plus 8 şəklində bir funksiya olacaq. Baxaq elə 1-ə artan funksiyadır, onsuz da artan funksiyadır. K-sı 0-dan böyükdür. Tək funksiyadır, yox, tək funksiya deyil. Bu olmaz. Baxıram D variantı. X bərabərdir 1 düz xətti qrafikinin simmetriya oxudur. Bu da olmayacaq. X bərabərdir 1 düz xətti simmetriya oxu olmayacaq. Nə tək, nə də cüt funksiyadır. Həqiqətən 7x plus 8 nə cütdür, nə də tək. 1-ə B ilə 1B ilə Y oldu. İndi baxaq görək 2-yə uyğun gələn hansıdır? İndi 2-yə uyğun gələni burada seçirəm. Deyir, A bərabərdir 3 olanda. 3 olanda hansı şəklində olacaq? 3 olanda 3-dən 4 çıxıram. Qalır -1 vurulsun. 3 üstə 4 edir 7. -7x kvadrat yazıram bura. -7x kvadrat. 3-dən 3 çıxdım, bir edir 0. 3 olanda 6 vurulsun. 3-dən 4 çıxıb -1. O da çıx 6. Bax, bu formada bir qrafik olacaq. A bərabərdir 3 olanda. İndi nə uyğun gəlir? 2-yə görə nə uyğun gələcək? Baxıram A variantına, deyir cüt funksiyadır. Cüt funksiyadırsa x-in yerinə mənfi qoysam, deməli, -7x kvadrat, -7x kvadrat, -6. Yenə də özü alınır da, f -x bərabərdir, fx şərti ödənir. Yəni ki, -x-in kvadratı müsbət x kvadratdır, bu cüt funksiyadır. Doğrudur, 7x kvadrat -6 cüt funksiyadır. Deməli, 2-yə uyğun gəldi nə? 2-yə uyğun gəldi A variantı. A, daha doğrusu. Tək funksiyadır, xeyir, tək funksiyadır. X bərabərdir 1 düz xətti qrafikin simmetriya oxudur, bu da deyil. B-si 0-dır, 0 düz xətti deməliydi, daha doğrusu. Burada 1 olmaz. İndi 3-ə uyğun nə gəlir? 3-ə uyğun gələnə baxaq. 3-də deyir, A bərabərdir 4 olanda. Gəl 4-ə baxaq, bu edir 0. Sonra 4 olanda, 4-dən 3 çıxanda -x. 4 olanda bu da 0-dır. Yəni ki, -x şəklində funksiyadır. -x şəklində funksiya da, bu da nədir? Tək bir funksiyadır. Baxıram, x-in yerə -x qoyanda müsbət x, mənfini də çıxarsa -x. Həqiqətən də nə oldu? Tək funksiya olur. Bu təklik ödənir burada. Tək funksiyadır, 3-ə də uyğun gəldi neçə? C. 1b y olur, x bərabər 1 düz xəttə heç birisində ödənmir. 1b ilə y olur. 2-yə uyğun gələr A, 3-ə uyğun gələr C. İndi nəzərdən nə qaçıbsa, şərhlərdə onu qeyd edərsiniz. 45-ci suala baxaq. Misal nömrə 45. Deməli, fx verib bizə, yazıram fx bərabərdir 2x kvadrat minus 8x plus 1. Bu birincidir. İkinciyə baxaq. Fx bərabərdir -x kvadrat plus 5x. Üçüncüyə baxsam, deyir ki, fx bərabərdir x kvadrat minus 3 şəklində. Deyir, uyğunluqları müəyyən edin. 2 müsbət sonsuzluq aralığında deyir, artandır. Artanlığını tapmaq üçün yazıram 4x minus 8 artandırsa x böyüdür 2-dən olsa 2 müsbət sonsuzluq artandır. 1-ə uyğun gələr A. Bu düzdür. Sonra 1-ə A uyğun gəlib, sonra nə gedir? C-yə baxıram. Bax, bu getdi.
Mənfi sonsuz 2 arasında azalandır. Həqiqətən də 4x minus 8 sıfırdan kiçik olsa x da 2-dən kiçikdir. Mənfi sonsuz 2-də azalan olur. Bu da düzdür. Deməli 1'ə A, bir də nə uyğun gəlib? Bir də C uyğun gəlib. Sonra deməli A ilə C-nin üstdən xətt çəkdik. 0 müsbət sonsuz aralığında artır. Mənfi 2x üstə gələnsin 5 budur. 2x da budur. İndi 2x 0-dan böyüksə x böyüdür 0 olur. 0 müsbət sonsuzda artandır. Deməli B nəyə uyğun gəldi? 3'ə də uyğun gəldi B. Bax 3'ə uyğun gəlir bura B. B'ni də sildim. Sonra nə deyir bizə? Mənfi sonsuzluq 2,5 aralığında artır. X da kiçikdir, mənfi 2,5. Artan götürmüşdürsə bu da doğrudur. Deməli nə uyğun gəldi? 2'ə də uyğun gəldi. Y variantı. 1'ə A, C gəlib, 2'ə Y gəlib, 3'ə də B variantı. Nə qalıb? Qrafik OX oxunu kəsmir. Diskriminantına baxaq. Diskriminant 0-dan böyüdür, diskriminant 0-dan böyüdür. Bu da diskriminant 0-dan böyüdür. OX oxunun hamısı kəsir. Deməli 1 oldu A ilə C, 2 oldu Y, 3 oldu neçə B. Yəni ki, bunları törəmən tətbiqi ilə tapdım. Bir də qrafikləri çəkmirəm də belə deyim. 46 da bunun eynisidir. Özünüz yazarsınız. Baxaq misal nömrə 47-yə. 47. Deyir uyğunluğu müəyyən edin. Tək funksiyanın qrafiki ola bilər. Deməli yazıram birinci qrafikimiz var, ikinci qrafik var, bir də üçüncü qrafik var. Deyir ki, tək funksiyanın qrafiki ola bilər. Hələ ki, birə tək funksiyanın yox, cüt funksiyanın qrafiki ola bilər. Çünki cüt funksiyanın qrafiki o ilə oxuna gələn simmetrik olur. Y bərabərdir x kvadrat funksiyasının qrafik şəklindədir. Deməli 1'ə uyğun gəldi nə? B variantı. Aha. Sonra 1'ə başqa nəsə uyğun gəlir. Cüt funksiyanın qrafiki ola bilər. Düzdür. Y oxuna nəzərən simmetrikdirsə 1'ə B ilə C uyğun gələ bilər. Sonra nə tək nə cüt funksiyanın qrafikdir ola bilməz. Y bərabər x kub funksiyasının qrafik şəklindədir. Bu da yox. İndi baxıram nəyə? Keçdik ikinciyə. Birinci getdi. 1'ə B ilə C uyğun gəlib. Bu heç. 2'yə baxıram. Tək funksiyanın qrafiki ola bilər. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdə ola bilər. 2'yə uyğun gəldi A variantı. A daha doğrusu. A-nı da sildim. Nə tək nə cüt funksiyanın qrafikdir yox. Y bərabər x kub funksiyanın qrafik şəklindədir. Ola bilər. 2'yə Y variantı. Deməli 1C, Y, BC, 2A, Y, 3'ə də bilən nə qalıb? 3'ə bilən də D qalıb. Yazdım burada D-ni. Nə tək nə də cüt funksiyanın qrafikdir? Bəli. Bura parabolik şəklindədir. Burada kx plus B şəklindədir. Yəni daha doğrusu kx şəklindədir. Ola bilməz. İndi 1 oldu BC, 2A, Y, 3 də oldu D. 48. Baxaq 48-ə də eybi yoxdur. Burada uyğunluqları deyir müəyyən edəcək. Deməli var birinci, var ikinci, bir də üçüncü. Deyir ki, y bərabər modul x funksiyasının qrafik ola bilər. Təbii ki, 1'ə uyğun nə gəldi? 2'ə uyğun gəldi A variantı. Bu heç. Sonra nə tək nə də cüt funksiyanın qrafikidir. 3'ə uyğun gələr də bu. 3'ə uyğun gəldi B variantı. 48'ə. Aha. Sonra tək funksiyanın qrafiki ola bilər. Tək funksiyanın qrafiki 1'ə uyğun gələr də bu. 1'ə də uyğun gələr C variantı. Sonra cüt funksiyanın qrafiki ola bilər. Bu 2'ə uyğun gələcək. 2'ə də D. Çünki modul x-in qrafikisi bu cüt funksiyadır. Onsuz 1 bölü x da 1 bölü x da nə uyğun gələ bilər? 1'ə də Y uyğun gələ bilər. Çünki 1 bölü x-in qrafiki də bax bu formada ola bilər. Ola bilər. 1 C'yi 2 A ilə D olub, 3 də B olub. Bax, doğru cavabımız budur. Baxaq 49-cu suala. Görək 49-cu sual nə deyir bizə? Yenə 1 var, 2 var, bir də 3 var. Y bərabərdir x kvadrat.
Sonra y bərabərdir mənfi x minus 1. Bir də nə verib? Y bərabərdir kub funksiya. X kub. Deyir, fx artan funksiyadır. Artan funksiya deməli 3-ə nə uyğun gələ bilər? 3-ə elə a uyğun gələcək də burada. 3-ə uyğun gəldi a. X kub artan funksiyanın qrafikidir. Sonra a getdi. Fx funksiyasının qrafiki 1-0 nöqtəsindən keçir. X-i yenə 1 yazsam, bu da 1 olur. Bu olmaz, ödəmədə. 1 yazsam, x-i yenə 1 yazsam, 0, 1, 0, 2-yə uyğun gəldi 1. Yazıram 2-yə uyğun gəldi, b-ni də sildim. Fx azalan funksiyadır. Azalan funksiyaya baxın, mənfi kök altda x minus 1. 2-yə də uyğun gəldi c. Sonra nəyə baxıram? Qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Həqiqətən də cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrik olur. 1-ə də uyğun gələr d. 1-ə uyğun gəldi d. 2-yə uyğun gəldi bc. 3-ə də bir dənə a uyğun gəlib. Bu heç artan funksiyadır. Fx funksiyasının qrafiki 0-2 nöqtəsindən keçir. Baxıram. Bunlar da silək. X-i yenə 0 qoysam 0 nöqtəsindən keçir. X-i yenə 0 qoysam mənfi 1 olmaz. Bu kesməyəcək. Çünki mənfi 1 kök altda mənası yoxdur. Burada 0 qoysam, bu da 0 nöqtəsindən. 0-2 nöqtəsindən keçən funksiyamız da burada yoxdur. Deməli 1 olur D, 2 olur BC, 3 də olur A variantı. Daha doğrusu A'ya uyğun gəlir. Keçdik növbəti sual 50-ci, axırıncı sualımızdır. Nə deyir bizə? Deyir fx və gx cüt. Fx verib, bir də gx verib. Deyir bunlar komplemədir, bunlar komple cütdür. Px və qx. Qx da deyir bunlar tək, ikisi də təkdir. Funksiyalardır. F mənfi 5 bərabərdir 3. Yazıram f mənfi 5 bərabərdir 3-ə. C mənfi 7 bərabərdir 8-ə. P4 bərabərdir 3-ə. Q mənfi 2 bərabərdir mənfi 3. Olarsa ifadənin qiymətini bizdən soruşur. Deməli yazıram F5 vurulsun C7, sonra üzərinə gəlsin P mənfi 4 bölünsün Q neçə? Q2. F5 dəyəri. Əgər F2 cütdürsə, F mənfi 5 3-ə bərabərsə F5 də 3-ə bərabərdir. Bu heç. Bunun yerinə yazdım 3. Vurulsun C7. Gx cütdürsə, C mənfi 7 8 isə elə C7-nin özü də 8-ə bərabərdir. Çünki bu mənfi qarşıya keçmir. Vurulsun, burada 8 yazıram, bura 8. P mənfi 4. İndi baxıram, P4 3-ə bərabərsə, P mənfi 4 mənfi 3-ə bərabərdir. Niyə görə? Çünki tək funksiyadır axı, ona görə. Bu 4 qabağa keçə bilər. Belə deyək. Deməli, bunu da yerinə yazırıq. Minus 3 yazırıq. P mənfi 4 mənfi 3-ə bərabər oldu. Minus 3. Q2. Q da təkdir. Baxıram Q2. Tək olduğuna görə Q mənfi 2 mənfi 3-ə bərabərsə Q2 də nəyə bərabərdir? 3-ə bərabərdir. Bunu da yerinə yazdım. 3. Və salam. 3-ü də çıxarsam mötərizə xaricinə 8-dən 1 çıxıram. 7 vur 3 böl 3 şəklində qalır. 3-lər x-ə 7 doğru cavab qalar neçə? 7. 50-ci sualda da doğru cavabımız 7-yə bərabərdir.